bizim vətəndaşlarımıza müraciət etmək istəyirəm. Xüsusilə gənclərimizə müraciət etmək istəyirəm. Baxın, dünyada hər ötən il avtoritar rejimlərin, diktaturaların sayı azalır. Biz Azərbaycan xalqının ən sona qalmaq kimi bir öhdəliyimiz yoxdur. Ən səbirli və dözümlü olmaq kimi bir öhdəliyimiz də yoxdur. Biz də toparlanmalıyıq, təşkilatlanmalıyıq, dövlətimizə, millətimizə sahib çıxmalıyıq. Və bugün bizim üçün millət olaraq şansdır ki, bu qədər total represiyadan sonra da hələ də öz strukturlarını, müstəqilliyini və açıq sözlülüyünü, prinsipial mövqeyini qoruyub saxlamış xalq cəbhəsi kimi bir partiya var. Milli Şura kimi bir birlik var. Və bizim birliyimizin mövcudluğu hətta bu hüquqsuzluq şəraitində də bir imkandır ki, Azərbaycanda dəyişikliklər, məsələn, Ərəb ölkələrində, Suriyada və s. olduğu kimi qanlı senarilər yox, Gürcüstanda, Ermənistanda olduğu kimi din üsullarla baş versin. Baxın, biz böyük qurbanlar və çətinliklər bahasına bu alternativi saxlayırıq. Aslında başa gəlmir. 50 nəfərdən artıq funksionerimiz yalnız son illərdə siyasi məhbus həyatı yaşayır. 300 nəfərə yaxın funksionerimiz inzibati həbs yaşayır. Son 2 həftədə elə 5 nəfər bizim aparıcı funksionerimiz inzibati qaydada həbs olunur. Cərimələr, işdən çıxarılmalar, döyülmələr saysız hesabsız. Amma biz bu alternativi ayaqda saxlayırıq. Bu alternativi ayaqda saxlamaq Azərbaycan üçün bir ümid işığıdır. Bir perspektivdir ki, Azərbaycanda dəyişiklik dinc yollanır. Yəni dəyişiklik istənilən halda olacaq. Biz müsahibə ərzində təhlil elədik ki, hətta ən qanlı və qəddar diktaturalarda əbədi hakimiyyət təmin eləmir. Ona görə də dəyişiklik istənilən halda Azərbaycana gələcək. Amma bizim var olmamız və sizin köməyinizlə güclü olmamız o dəyişiklikləri Azərbaycana demokratik, dinc üsullarla gətirərlər. Ona görə də mən sizlərə müraciət edirəm. İlk növbədə gənclərə müraciət edirəm. Qoşulun sıralarımıza, gücünüzə güc qatın. Bəlkə oradan sual verən ola bilər ki, axı hal-hazırda bu represiya şəraitində siz nə eləyə bilirsiniz ki, biz də sizin sıralarınıza qoşulsaq, o işə kömək edir. Baxın, biz Azərbaycanın tam qapanmasının qarşısını alırıq. Bu millətin tam susturulmasının qarşısını alırıq. Bu millətin informasiya manipulyasiyasına məruz qalmağının qarşısını alırıq. Alternativ sözü, mövqeyi çatdırırıq. İctimai fikirdə, ictimai rəydə bu hakimiyyəti məğlub edirik və o perspektivi saxlayırıq ki, istənilən zaman bu ölkədə daxili və xarici təsirlərin vasitəsilə olmağından asılı olmayaraq, demokratik seçkilərə zəmin yaranan kimi biz seçki qutusunda bu hakimiyyəti məğlub edəcək bir qüvvəti formalaşdırırıq və qoruyub saxlayırıq. Sizin sıralarınıza qoşulmağınız bizi daha da güclü edir. Biz bu mərhələdə ölkənin tam Türkmenistanlaşmasının qarşısını alırıq. O 331 nəfər siyasi məhbusu müdafiəsiz qoymuruq. Görürsünüz ki, hamısına özümüzün doğmamız kimi baxırıq. Gücümüz çatdığı qədər hamısına dəstək olur. Vətəndaş cəmiyyətinə də, inanclı insanlara da, jurnalistlərə də, siyasi fəallara da, heç bir partiya ayrı seçkili qoymadan bu ölkənin bütün əzəl insanlarını müdafiə etməyə çalışırıq. Siz sıralarımızda qoşulsaz, biz daha güclü şəkildə onları müdafiə edəcəyik. Siz sıralarımıza qoşulanda biz Azərbaycandakı bu rejimə qarşı daha ciddi direniş yarada biləcəyik, daha ciddi müqavimət göstərə biləcəyik, daha yaxşı təşkilatlanacağıq və biz güclü olacağımız təqdirdə bu daxili təzyiq Azərbaycanı o demokratik açılıma daha da məcbur edəcək ki, tez gəlsin. Yəni, Azərbaycanda dəyişiklik onsuz da olacaq. Azərbaycanda əbədi hakimiyyət onsuz da olmayacaq. Amma bu ölkədə sizin dəstəyinizlə güclü müxalifətin olmağı o dəyişikliyi sürətləndirə bilər və onun dinc və demokratik keçidini təmin edə bilər. Ona görə də mən sizin hamınızı artıq bu ağır sınaqlardan da, bu prinsipial məqamlardan da üzü ağ çıxmış, mövqeyini qoruyub saxlamış, heç bir təhdidin və təhlükənin qarşısında öz mövqeyindən bir addım da geri atmamış, həm də ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanın milli, etnik, dini və s. mənsubiyyətindən asılı olmayaraq bütün insanlarına bərabər gözlə baxan, hamısını qucaqlayan bir partiyanı daha da gücləndirməyə çağırıram ki, o alternativ güclənsin və Azərbaycan hakimiyyətini biz daxili gücümüzlə məcbur eləyək ki, demokratik açılımı sürətləndirsin. Onsuz da Azərbaycan hakimiyyətinin başqa yolu qalmır
bir tərəfdən Parisdən beynəlxalq sanksiya və təzyiqlər, ölkənin daxilindən də biz hər gün nümayiş etdirməliyik ki, biz Azərbaycanlılar artıq belə idarə olunmaq istəmirik. Biz artıq belə yaşamaq istəmirik. Biz xalq hakimiyyətinə haqq eləyirik və haqqımız olanı əldə etməkdən ötürü demokratik mübarizəni sona qədər, qalibiyyətə qədər aparmaqda israrlıyıq.